Bismillahirrahmanirrahim. Bismillah, elhamdülillah, və salatu və selamu alə Rasulillah, əmmə-bəd. Sual verilir ki, qadınlar öz aralarında bayram namazı qıla bilərmi? Yəni, bayram günü kişilər bayram namazına gedir, biz qadınlar da bayramlaşmaq üçün bir evə toplanırıq. Həmən vaxt birlikdə bayram namazı qılmaq olarmı? Bu evdə qadınlar birlikdə bayram namazı qıla bilərmi? Birincisi, sünnətdə qadınların bayram namazı qılması haqqında bir nas varid olmayıb. Yəni, bayram namazı qadınlara icma ilə fərz deyil, icma ilə müstəhəb deyil. Bayram namazı qadınlara icma ilə nə fərz deyil, nə müstəhəb deyil. Bu barədə sünnətdə heç bir nas varid olmayıb ki, qadınlara bayram namazı fərzdir və yaxud müstəhəbdir deyə heç bir nas varid olmayıb. Praktik olaraq da sahabə zamanında qadınların öz aralarında bayram namazı qıldığına dair bir rəvayət yoxdur. Yəni, sünnətdə praktiki olaraq da qadınlar, sahabələrin qadınları öz aralarında birləşərək bayram namazı qılıblar deyə heç bir nas varid olmayıb. Bu səbəbdən də ixtilaf sadəcə onun caiz olub olmaması üzərindədir. Yəni, bayram namazı qadınlar qıla bilərmi, bilməzmi? Fərzdirmi, yoxsa müstəhəbdirmi üzərində heç bir ixtilaf yoxdur ki, xeyr, nə fərz deyil, nə müstəhəb deyil. Caizdirmi, caiz deyilmi? Yəni, icazəlidirmi, icazəli deyilmi deyə, bəli, bunun üzərində ixtilaf var. Məzhəblər arasında bu barədə ixtilaf var. Maliki və Hənəfi məzhəbləri caiz görməyiblər. Qadınların bayram namazını qılmalarını caiz görməyiblər. Məsələn, İbn Rüşd malikilərdən deyir ki, وَصَلَاتُ الْعِيدِ لَا تُشْرَعُ لِلنِّسَاءِ فِي بُيُوتِهِنَّ لَأَنَّهَا مِنْ شِعَائِرِ الْإِسْلَامِ min şəairil cəmaət. Buyurur ki, bayram namazı qadınların evlərində qılmaq üçün şərt qoyulmayıb. Bayram namazı qadınların evlərində qılınması üçün şərt qoyulmayıb. Çünki o, cəmaat şüarlarından biridir. Yəni, bayram namazı cəmaat şüarlarındandır. Açıq bir ərazidə cəmaatın toplum şəklində qıldığı bir namazdır. Bütün cəmaatın qıldığı namazdır. Qadınlar evlərində bu namazı qıla bilməzlər. Hənəflərdən İbn Abidin buyurur ki, La tusihis salatul id minən nisai munfəridəti və la cəmaatun. Qadınların bayram namazını tək və ya cəmaatla qılmaları səhih deyildir. Qadınların bayram namazını tək və cəmaatla qılması səhih deyildir. Şafilər və Həmbəlilərin bir qrupu, Həmbəlilərdə bu barədə iki görüş var. Bir görüşə görə olmaz, caiz deyildir. Bir görüşə görə caizdir. Şafilərdə isə ümumi görüş odur ki, bəli, caizdir. Şafilərdən Nəvəvi buyurur ki, qadınların bayram namazını tək və ya cəmaatla qılmaları caizdir və onlara bir qadın imamlıq edə bilər. Bu görüşü hardan götürüblər? Cəmaat namazına qiyas edərək. Deyiblər ki, qadınlar 5 vaxt namazı cəmaat şəklində qıla bilərlərmi? Bəli, bilərlər. Bayram namazı da cəmaat namazlarından bir namazdır. Onu da buna qiyas ediblər. Ancaq bu həqiqətdə doğru, tutarlı bir qiyas deyil. Düzgün bir qiyasa, doğru bir tutarlı, güclü bir qiyas deyil. Həmbəlilər də dedi ki, bir görüşə görə caizdir, bir görüşə görə caiz deyil. Nəticə olaraq deyə bilirik ki, bu məsələni bir neçə kateqoriya altında incələmək olar. Birinci, qadınlara bayram namazının fərz və ya müstəhəb olmasında ixtilaf varmı? Heç bir ixtilaf yoxdur ki, qadınlara bayram namazı nə fərz deyil, nə də müstəhəb deyil. Bu icma olunmuş məsələdir. 2. Allah Resulü sallallahu aleyhi və səlləmin və ya sahabələrin zamanında qadınların birlikdə bayram namazı qılması haqqında bir rəvayət varid olubmu? Xeyr. Yəni, nə praktiki olaraq, nə nəzəri olaraq heç bir dəlil, açıq sarıq bir dəlil mövcud deyil. 3. Bu əməlin bidət olma ehtimalı varmı? Bəli, var. Bu əməlin bidət olma ehtimalı var. Çünki nə açıq bir sarih hədis yoxdur bu barədə, rəvayət yoxdur, nə də sahabənin təcrübəsində belə bir şey yoxdur. O zaman deyirik ki, Qavaidül Fiqhiyyənin qaydasına qayıdırıq ki, məşhur qaydaya Əl-xurucu minəl-ixtilaf müstəhəbun. İxtilafdan çıxmaq müstəhəbdir. Yəni, fərz olmayan, hətta müstəhəb olmayan bir əmələ görə bidət olma ehtimalı olan əməl etməyə dəyməz. Fərz olmayan, hətta müstəhəb olmayan bir əmələ görə bidət əməl etməyə ehtimalı olan bir əməl etməyə dəyməz. Yəni, qılmamaq daha uyğun, daha doğrudur. Yəni, qadınlar deyə bilər ki, biz də bu namazın əcrinə nail olmaq, əcr qazanmaq istəyirik.
Yəni zaten bütün bidətlərin kökündə dayanan şey əcr qazanmaq sevdasıdır. Yəni buna davamlı əməl edildiyi halda gələcəkdə, ola bilər ki, gələcək nəsillərdə bu artıq fərz kimi və yaxud müstəhəb kimi bir hal ala bilər və bu artıq bidət olar. Ona görə də onu tərk etmək daha uyğundur, daha doğrudur. Allahu aləm. Sübhanəkə Allahumma və bihamdik. Əşhədu en la ilahe illə əntə, əstəğfiruka və etûbu ileyk.